Salam əməlçək dostlar, bu günləri sizə belə bir maraqlı məlumat paylaşmaq istəyirəm. Binance birjasında bilirsiniz ki, Co-Inviter var. Co-Inviter bir növ belə deyək də, mən məsəl üçün call olduğuma görə Co-Inviter özümə götürə bilərəm, saytsız hətta götürə bilərəm və Co-Inviter o şəxslərdir ki, kimlər ki, belə deyək də, adam dəvət eləyəcək, kimsə dəvət eləyəcək Binance birjasına və həmin referal həm mənə referal olaraq düşür, həm də həmin şəxsin özünə referal olaraq düşür. Və sizin mənim Co-Inviter-ım olmağınızın əsas belə deyək də sizə xeyri nə ola bilər? Mən əgər hansısa bir Co-Inviter üçün link düzəldirəmsə, məsələn siz mənə müraciət edə bilərsiniz, yaza bilərsiniz Telegramda. Hal-hazırda 2 dənə məndə Co-Inviter var. Burada mən əgər Co-Inviter üçün link düzəldirəmsə, nə seçimlər verə bilərəm? Co-Inviter-ın UID-ni bura yazdıqdan sonra mən ona for invite, yəni onun dəvət elədiyi adama, məsəl üçün tutaq ki, 0% və yaxud 3% öz istəyinizə uyğun olaraq verə bilərəm və sizin özünüzə də həmçinin məsəl üçün 35%-ə kimi referal komissiyanı sizə yönəldə bilərəm. Normalda siz kimisə dəvət edirsinizsə, o trade edirsinizsə 20% referal komissiya əldə edirsiniz. Əgər siz Co-Inviter olursunuzsa, məsəl üçün mənim kimi, məndə yüksək olduğuna görə baxın, mənim məsələn spot komissiyam çox yüksəkdir, 41%-ə yaxındır. Və siz mənim Co-Inviter-ım sayılırsınızsa, mən o faizin çox hissəsini sizə ayırıram ki, bu sizin üçün stimul olsun və siz işləyə biləsiniz. Həmçinin də bu sizə yardımcı olur ən çox da bəzi belə deyək də keçirilən konkurslar olur, harda ki siz yalnız kollar belə deyək də kolların linki ilə dəvət olunduqda nəsə əldə edə bilirsiniz. Yəni hansısa bir bonus əldə edə bilirsiniz. Bu halda təbii ki müraciət edə bilərsiniz, sizi Co-Inviter kimi götürmək olar və siz təbii ki öz linkinizlə, yəni də bizim belə deyək də bir növ şərik linkimizlə kimsə dəvət edə bilərsiniz. Həmin referal həm məndə referal kimi görünür, həm də sizin kabinetinizə referal kimi görünür. Həmçində futures komissiyası üzrə məndə faizlər hələ ki aşağıdır. Burada mən məsəl üçün çox vaxt Co-Inviter-a 9% və dəvət olunana 1% belə deyək də verirəm, özümə 0 saxlayıram çox vaxt. Burada olmalı deyəsən 5 qoymaq olur. Bəli, 5 qoymaq olur. Məsəl üçün 2 və yaxud 3 bax belə bölmək olar. Ya da 5-5 bölmək olar. Dəvət olunan Co-Inviter, yəni siz və for you bu mənəm artıq. Baxın, burada da spotda da 41% mənim referal komissiyam var. For invite, yəni dəvət olunan şəxs, məsəl üçün hansısa bir dostunuz, tutaq ki, co-invite, yəni siz, yəni şərik linklə onu dəvət etdinizsə siz, məsəl üçün 37% və for you artıq yerdə qalan 5%, məsəl üçün komissiya artıq mənə gəlir. Yəni bu adam əgər sizin linkinizlə trade eləyirsə, avtomatik olaraq onun trade elədiyi, yəni zaten bu adam trade eləyəndə Binance komissiya ödəyir. O komissiyanın 35%-i sizə gəlir, 5%-i mənə gəlir. Futures'da da həmçinin 5%-i invite etdiyiniz adama bunu sıfır da etmək olar əslində, amma yəni də məncə bölüşə bilərsiniz. Və for co-inviter-da 5% seçmək olar. Və həmçinin də siz adınıza uyğun da mən deyə bilərsiniz ki, mənim üçün maraqlı bir kod olsun. Tutaq ki, adınız məsəl üçün Həsəndirsə, tutaq ki, Həsən adlana biləcək bir link təşkil etmək olur. Məsəl üçün artıq sizin linkiniz Həsən olacaq. Məsəl üçün bizdə məsəl üçün burada bir dostumuzun linki var. Mən onu kopya edib məsəl üçün başqa bir səhifədə atsam, baxın gördüyünüz kimi onun adına uyğun olaraq baxın link var burada. Və qeydiyyat keçəndə də, kimsə qeydiyyat keçəndə də təbii ki, burada kimsə o linklə qeydiyyat keçəndə də artıq həmin dostun profilini görür. Baxın user D65 yəni baxın bax budur. Və məsəl üçün digər dostumuz var ki, hansı ki həmçində Co-Inviter olub artıq bizi ilə, yəni bir növ şərik kimi bir şeydir. Yəni mənim faizimə şərik olur və təbii ki hər ikimiz də qazancda sayılırıq. Çünki zaten siz kimisə öz linkinizlə dəvət edəndə 20% əldə edirsiniz. Amma mənlə işlədiyiniz linklə dəvət edəndə mən sizə artıq daha yüksək faiz verə bilərəm. Bunu artıq sözünüz mənə yaza bilərsiniz. Və gördüyünüz kimi məsəl üçün digər bizim yoldaş var ki, dost var ki, onda da həmçinin referal komissiya baxın. Kimsə qeydiyyat keçəndə artıq mənim adımı yox, mənim profilimi yox, məhz sırf dəvət edən, yəni kimdirsə, yəni sizi görür, sizin profilinizi görür. Burada gördüyünüz kimi həmin dostlara baxın, müəyyən faizlər ayırmışam. Görürsünüz, hansı məsəl üçün kimsə istəyir ki, daha çox, yəni problem yoxdur. Mən zaten bunu ayıra bilirəm. Əsas odur ki, belə deyək də bir növ inkişaf getsin, irəliləyiş getsin. Bax, beləliklə yaza bilərsiniz mənə Telegramda və siz də Co-Inviter kimi götürə bilərəm ki, belə deyək də birlikdə qazana bilək. Həmçinin də konkurslar haqqında da artıq məndə dəqiqləşdirə bilərsiniz. Siz təbii ki, Co-Inviter olandan sonra öz linkinizlə də ayrıca dəvət edə bilərsiniz. Yəni bu sizə məcbur etmir ki, siz artıq yalnız mənim düzəltdiyim linklə. Yox, siz təbii ki, əvvəlki kimi standart bölümünə keçib öz linklərinizlə də kimsə dəvət edə bilərsiniz və yaxud şərik linklə də həmçinin kimsə dəvət edə bilərsiniz. Yəni bu sadəcə olaraq sizin üçün bir əlavə bir
əlavə kimidir. Yəni bu məcburi bir şey deyil. İstəyirsinizsə belə eləyin, istəmirsinizsə həll eləyin. Bu qədər dostlar, özünüzə yaxşı baxın. İnşallah ki, video ümid edirəm ki, xeyirli oldu. Gəlin görüşənədək sağ olun.